Rusiya Federasiyasının əksər müsəlmanları bugün Ramazan bayramını qeyd etdilər. Moskvanın Mərkəzi Cümə məscidində bayram namazını qılan müsəlmanlar uzun sürən əziyyətli ibadətin şirinliyini daddılar. Moskva şəhərinin Mərkəzi Cümə məscidində qılınan bayram namazında 80 minə yaxın müsəlman iştirak edirdi. İnsan axınının yüksək olduğundan məscidin içində yer almaq üçün bir çoxları keçən gecədən məsciddə qalaraq yer tutmuşdular. Namaz qılınmamışdan öncə müsəlmanlar Pərverdigara ünvanlanmış müxtəlif zikirlər söylədilər. Zikirlərdən sonra Rusiya Federasiyası Ruhani İdarəsinin sədri Şeyx Ravil Qaynuddin bayram xutbəsini dedi. Xutbəni ilahi kəlamın ədası ilə başlayan şeyx, bütün dünya müsəlmanlarını mübarək Ramazan bayram münasibəti ilə təbrik etdi. Daha sonra Şeyx Qaynuddin, Rusiya Prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedev və digər Rusiya Federasiyasının yüksək Çinli məmurlarının müsəlmanlara ünvanladığı təbrik məktublarını oxudu. Qeyd etmək lazımdır ki, Ramazan bayramının namazı Rusiyanın ən böyük telekanalları vasitəsilə canlı olaraq efirdə yayımlanırdı. Şeyx Ravil Qaynuddin bayram namazında müxtəlif millətlərin iştirak etdiyinə görə xutbədə Rus, Tatar, Özbək, Tacik dillərində də müraciətlər oxudu. Bayram xutbəsində Şeyx Ravil Qaynuddin Ramazan bayramının Qur'an-ı Kərim və Hz. Muhammed Salavatullahın hədislərində necə əks olunduğunu və bu bayramın mənəvi əhəmiyyətindən söz açdı. Rusiya Federasiyası Ruhani İdarəsinin verdiyi rəsmi açıqlamaya görə bu il Ramazan bayramı namazı Moskva hökumətinin ayırdığı 38 meydançada qılındı. Ümumilikdə isə bayram namazında iştirak edən müsəlmanların sayı 200 mindən artıq olmuşdur. Bütün dünya müsəlmanlarını mübarək Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Peyğəmbər ümmətinə dünyanın ən gözəl nemətlərini nəsib etməsini arzu edirəm. Ну да, обязательно. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Biz müsəlmanların iki ən böyük bayramı var. Biri Ramazan bayramıdır, biri də Qurban bayramı. Ramazan bayramı bizim üçün ən əziz gün sayılır. Bu gündə Allah'tan müsəlman ümmətinin vəhdətini və birləşməsini arzu edirəm. Yaradandan hamıya saadət və sağlamlıq diləyirəm. Gecədən səhərə qədər məsciddə qalmışam. Ona görə də məscidin içində namaz qılmaq saadəti mənə nəsib oldu. Hesab edirəm ki, bugün müsəlmanlar üçün ən xoşbəxt günlərdən biridir. Hamını təbrik edirəm və hamıya xeyir, bərəkət arzu edirəm. Emin Abbaszadə, Vüsal Abbasov, Səhər Beynəlxalq Televiziyası, Moskva.